Değerli izleyicilerim, her vaxtınız xeyir. Bu il sizinle bakın sütdən, nişastadan belə bir şirniyyat hazırladım. Düzü internette görmüştüm ve çoktan bunu hazırlamak istirdim. Fikirləşirdim ki, yəqin ki bu nə bilim ləzzətli alınmaz birdən. Lakin çok hoşum geldi ve sizinle paylaşıram. Yüngüldür, hazırlaması da çok vaxt aparmır. Lezzetli alınır. Sözün düzü Rus dilinden adını çevirə bilmədim. Gəlin birlikte buna bir ad koyaq. Gələn dəfə o adla istifadə edərik. Rusça desək topленое молоко. Topленое молоко əvvəl mağazalarda satılırdı. Butulkaların içində. Mən də fikirləşdim ki, onun tamı olacaq burada. Ondan da biraz krem brülenin tamı gəlirdi belə. Elə bir sütü çox pişirərsən o uzun müddət, hətta sobanın içinə qoyub onu buxarlandırarsan, ondan sonra əmələ gəlir o süt. Burada elə bir şey olmadı. Bir yumurtanın sarısını götürdüm. Deməli yumurta sarısı, şeker tozu, süt və nişasta lazım olacaq sizə. Gördüğünüz gibi burada bir yumurtanın sarısını götürdüm. Üstüne bir çay kaşığı şeker tozu əlavə elədim. Şirin xoşlayırsınızsa bir xörək kaşığı əlavə eləyə ve 200 ml süt lazımdır. Süt olabilir, kaymak olabilir ama ki belə bir kaymak olsun ki siz onu pişirəcəksiniz. Ve bunu yaxşıca karıştırıram. Ben sütle hazırladım. Gördüğünüz gibi süt boşalttım orası. Stəkanım böyüydü. Yani ama ki içinde süt 200 ml-dir. Bura 2 xörək kaşığı belə az təpəsi olan, belə lap azıcıq təpəsi olan qarıdal nişastası əlavə edirəm. Nişastalardan en möhkəmi, yani pişəndə bərk olanı buğda nişastasıdır. Daha sonra kartofdur. En incesi ise yüngülü, şirniyatta istifadə olunan yüngül nişastalardan biri de qarıdal nişastasıdır. Əlavə elədik, yaxşıca qarışdırdıq. İndi bura birazcık da vanil əlavə edəcəm. Mövsümündə istədiyiniz meyvələrdən əlavə edə bilərsiniz. Meyvənin şirəsindən daha doğrusu. Həm rəngi, həm tamı dəyişə bilər. Onda vanil əlavə etməsəniz də olar. Bunu indi yaxşıca qarışdırıb qoyacağım. Ocağın üstündə pişirəcəyim. Mən yarım porsiya pişirdim. Birinci dəfə pişirirəm. Dedim birdən bəyənmərik, xoşumuz gəlməz. Siz də birinci dəfə nəsə hazırlayırsınızsa tam porsiya yox. Yarım porsiya pişirsəniz daha məqsədə uyğun olar. Və indi boşaldıram bunu qazana. Videonun altında ise size tam porsiyanı yazacağım. Yani 2 yumurta sarısıyla hazırlanır. Böyle koydum ocağın üstüne ve pişirdim. Pişirme müddəti əlbəttə ki çox çəkməyəcək, amma əlinizi ayırmayın. Qarıştıra pişirirsiniz. Qaynayır. Nişastanın növündən asılı olarak burada vaxt gedəcək onun pişməsinə. Əgər siz qarğıdalı nişastası ilə eləyirsinizsə çox tez hazır olacaq. Yəni ki o qaynamaya başladı, o pıqqıldada bir-iki dəfə pıqqıldayandan sonra qarışdırırsınız, görürsünüz ki bərkiyir. Bərkidib götürürsünüz. Yox, əgər bu buğda nişastasıdırsa veya kartof nişastasıdırsa onu 1-2 dəqiqə heç olmasa pişirmək lazım olacaq. Ve indi bunu yaxşıca boşalttım bir qabın içərisinə. Altına istəsəz pişirmək üçün olan kağızlardan istəyirsiniz. Mənim kimi paketdən istifadə edərək qabınızın içine salın. Onu oraya boşaldırın. Buyruq biraz qalır masanın üstündə soyur. Sonra soyuducuya yerləşdirsəniz daha yaxşı olar. Soyuducuda bir 15-20 dəqiqə saxladınız. Çıxardırıq. İndi görürsünüz mən bunu 2 qaba koydum ama elə birini de koysaydım bence yaxşı olardı. Neyse ki göndərirəm bunları soyuducuya. Soyuducudan sonra çıxardırıq. Qoyuruq bir kesme tahtasının üstüne ve bunu kesirik. İstediğiniz formanı verə bilərsiniz. Uşaqlar üçün isə figurlardan istifadə edin, kəsin və ya elə ən sadəsi bunu belə kvadratlara bölürsünüz, üçkünçlərə bölürsünüz. Yəni ki fantaziyanızı burada işlədə bilərsiniz. Amma yadınızdan çıxmasına mən sizdən bir xahiş elədim. Bu şirniyyata gəlin bir ad qoyaq.
özünün adı olsun və gələn dəfə mən bu şirniyyatı bişirəndə həmin addan istifadə edeyim. Sizlərdən hansınızın adını bəyənsəm, onun da deməli orada sizin də adınızı çəkərik ki, bunu filan izləyicimiz bizə məsləhət görüb adını. Və görürsüz, yerləşdirirəm soba tavasına. Sobanı 160 dərəcəyə salsanız yaxşı olar. 180-də da pişirmək olar. Onda mənim kimi alınacaq. Görürsüz, orada üstü bir azacıq düzgün qızarmayıb, belə deyək də. Mən də birinci dəfə pişirirdim, bilmirdim, amma indi sizə əminliklə deyə bilərəm ki, 160 dərəcə əvvəlcədən qızdırırsınız sobanı, sonra oraya yerləşdiririk və bişiririk. Altı, üstü, böğürləri, hər yerini, altını yox, üstünü və böğürlərini yumurta sarısı ilə deməli kislə keçirik. Görüntüsü əgər sizi çox da belə narahat edirsə, istəyirsiniz ideal olsun, belə olmalıdır. Baxın, yumurta sarısı hər yerinə sürtün, mənim kimi yox. Qıraqlarına çəkirəm. Mən heç bir şey qatmadım, amma yağ qata bilərsiniz. Yumurta sarısına onda daha düzgün yayılacaq və qızaracaq hər tərəfi. Və qoyuruq soba tavasını sobaya. Neçə dəqiqə pişiririk, hər tərəfi qızarana qədər. Yəni buna nə qədər vaxt getdi, onu deyim ki, çox da tez olmadı. Hardasa bir 15-17 dəqiqə çəkdi. Baxmayaraq ki, mənim sobam qızğın idi. 180 dərəcədə pişirmişəm mən, görürsünüz. Ortada qoyun tavanızı, yəni hər tərəfi eyni pişirməsi üçün. Və görürsünüz, bu cürə pişir. Ləzzət də alındı. Çox da xoşum gəldi. Xəmiri incə. Deməzsiniz ki, burada təkcə yumurta ilə süd var. İnanın ki, deməzsiniz. Mənim xoşum gəldi. Məsləhətlidir, bişirin, hazırlayın və mütləq mənə yazın. Həm adını, həm rəylərinizi. Uşaqların çox xoşu gələn bir şirniyyat olacaq. İnandırıram ki, siz bir dəfə eləyəndən sonra deyəcəklər ki, ay ana, bir dəfə ondan pişir də. İnanın ki, xoşları gələcək. Şirnisini artıra bilərsiniz, ona söz yoxdur. Şərqə xanımdan bu günlük bu qədər. Sağ olun, sağlıqla qalın. Ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Xudahafiz, mənim əzizlərim.